Gün gedincə, ucqar meşələrin günüzü görməyən alaqaranlığı enir içimə. Aslan pəncəsinə düşmə qorxusuyla dolaşan bir cüyürün ürpənişi keçir barmaq uclarımdan və titriyən dodaqlarımdan yalvarış dolu bir dua. Aman, uçaq qəzasından qopan paraşüt mü atmış məni insan nəfəsi dəyməyən bu dərin yalnızlığa. Tanrım, indi özünü daşlara çırpan bu təlaşlı ürəyimi ovucularıma alsam, qalxsam əllərimin çığlığından silkələnən başucu bir yerə, hey, buradayam bağırsam, ağaçlara toxunub keçən kiçik helikopterə. Dünyada günahdaşı aramaqsa insanlığın işi, əl qoyduğum çox şey yaram. O zaman mən belə ayağıma dəyən daşın günahına girməyə hazıram. Məhkəməyə çıxarsınlar da, deyim, bir quşu vurmuş yuvasında, bir meyvəni düşürmüş budağından, bir pəncərəni qırmış, neymişsə xəbisliyi, hələ 100 il əvvəl də bir qurbağa gölünə atılmış, əlbət, ondandır səssizliyi. Amma qərar hakimin yenə. Bu insan əlindən çıxan daşın mı pisliyi böyük, insanın mı pisliyi? Yerin fırlanma oxuna ən yaxın qütb ulduzundan bilirəm sonsuz gökyüzünün uzaqlığını, yer üzündə mütləq sonun yaxınlığını. Daha bir günün sonuna gəliriksə, çəkilək, axşam düşsün. Yorğun küçələr uzansın boşluğunda, evlər sussun qaranlığında. Açım yorğunluğa düymələnmiş qollarımı, çıxarım bulanlıq görən körə fəhim eynəyimi, pırpız dağınıqlığını toplasın kül rəngi saçlarım. Sonra kəsim günah kimi içimə enmiş intihar ipini, qaranlıqdan sübhə çıxmaq üçün yeni bir ipucu axtarım.